Hər vaxtınız xeyirli olsun, dəyərli yoldaşlar. Biz Konstitusiyanın izahı çərçivəsində maddə 71-ə qədər izah eləmişdik. Yəni burada ən son 3-cü deməli fəsildə vətəndaşların hüquqları, azadlıqlarından danışmışdıq və bölmənin dördüncü fəslində isə vətəndaşların əsas vəzifələrindən danışacağıq. Yer gəlmişkən kanalımıza abunə ola bilərsiniz. Eləcə də YouTube kanalımda mahnı sitesi, yəni mahnı belə deyim də ümumi bölmələrdən dövlət qulluğu hissəsini seçib digər videoların da izahına baxa bilərsiniz və sizə lazım olan bütün dərsləri oradan əldə edə bilərsiniz. Dövlət qulluğu istiqamətində həmçinin təkcə dövlət qulluğu deyil, vergi, eləcə də ədliyyə orqanları və digər işə qəbul imtahanlarında mənim video dərslərimdən istifadə edə bilərsiniz. Məqsəd burada daha keyfiyyətli və daha yüksək səviyyədə öyrənməyinizi bir növ təmin edir. Həmçinin dərslərimə qatılmaq üçün 051 346 1438 mobil nömrəmə müraciət edib dərslərimə qatılmaqla bağlı istəyinizi bildirə bilərsiniz. Qısa bir zamanda dövlət qulluğu istiqamətində, vergi eləcə də digər işə qəbul istiqamətində qanunvericilikdən yüksək nəticə əldə etmək istəsəniz, bu yöntəmimizdən istifadə edib bizimlə qısa bir vaxt ərzində qəbul imtahanlarına hazırlaşıb yüksək nəticə toplaya bilərsiniz. Qeyd etdiyim kimi bu dəfə vətəndaşların vəzifələrindən danışacağam. Vətəndaşların vəzifələri nələrdir, nələr tələb olunur, ümumiyyətlə öyrənərkən, tapşırıqları yerinə yetirərkən test imtahanında əsas nələrə diqqət eləyəcəyik. Deməli, dördüncü fəsil vətəndaşların əsas vəzifələrindən bəhs edəcəyik. Fikirləriniz olarsa və yaxud da digər izah edəcəyim mövzu hansı olsun, o istiqamətdə də rəy bölməsində qeydlərinizi yaza bilərsiniz və sizin istəyinizə uyğun olaraq hansı mövzular izah olunmalıdır, onu nəzərə alacağım. Dördüncü fəsil vətəndaşların əsas vəzifələri. Birinci bənddə qeyd edilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs, bax buna fikir verin, hər kəs yazsa səhvdir, onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələri daşıyır. Hüquq və azadlıq deyir. Hüquq və vəzifə yazır bəzən testdə və digər məsələlər yazır, bunları qarışdırmayın. Yəni dəyərli yoldaşlar, bu bənddə deyir ki, yəni hər bir insan öz hüquqlarından istifadə edərək eyni zamanda müəyyən vəzifələr daşıyır. Məsələn, sənin söz azadlığın var, amma kiminsə şərəf və ləyaqətini alçalda bilməzsən. Deyə bilməzsən ki, mənim söz azadlığım var və istənilən söz deyirəm. Və yaxud da sənin sərbəst hərəkət etmə hüququn varsa, burada qanunu poza bilməzsən, kiminsə əmlakına daxil ola bilməzsən. Mülkiyyət hüququn var, amma başqasının belə deyim də mənzilinə zərər verə bilməzsən. Hüquq və azadlıq özü ilə birlikdə müəyyən vəzifə yaradır. Və burada qeyd olunur ki, hər kəsin üzərinə vəzifələr yalnız bu konstitusiya ilə və ya qanunla qoyulur. Bilirsiniz, burada biz dərslərdə görəcəyik və ya var və o deməkdir ki, yəni hər ikisi daxildir. İkisi də olmalıdır. Və ya o demək ki, ikisindən biri. Və burada və ya da görürsünüz. Və bura testdə və kimi salsa səhvdir. Konstitusiya və ya qanunla qoyulur vəzifə üzərimizə. Yəni burada ikisindən biridir. Bu cümlədə onu deməyə çalışır ki, sənə yalnız konstitusiya və ya qanunla sənin üzərinə vəzifə qoyula bilər. Yəni heç bir qurum, təşkilat, müəssisə, məmur öz başına sənə yeni öhdəlik yükləyə bilməz. Məsələn, vətəndaşın vergi ödəmək vəzifəsi qanunda yazılıb. Ona görə bu məcburidir, eləməlisən. Hərbi xidmət vəzifəsi qanundan irəli gəlir, konstitusiyadan irəli gəlir. Amma kimsə mən deyirəm, sən bunu etməlisən deməsi hüquqi əsas olmadan keçərli deyil. Digər bir bənddə izah edir ki, hər bir şəxs, baxın dəyərli yoldaşlar, yenə də hər bir şəxsdir. Buna diqqətlə yanaşın, hər kəs deyil. Azərbaycan Respublikasının konstitusiyasına və qanunlarına əməl etməlidir. Bax, yenə konstitusiya və qanun. Burada və deyir artıq, və ya demir. Bax, burada və ya idi. Konstitusiya və qanunlara əməl etməlidir. Başqa şəxslərin hüquq və azadlığı deyir. Hüquq və vəzifə demir, ehtiyatlı olun. Hörmət bəsləməlidir. Qanunla müəyyən edilmiş digər vəzifələr yerinə yetirilməlidir. Bax, bu testdə konstitusiya ilə düşsə səhvdir. Qanundursa qanun deyəcəyik biz ona. Yəni burada anlayışı dəyişmək olmaz. Bu nə deməkdir? Bu o deməkdir ki, ölkədə yaşayan hər bir şəxs, yəni burada
söhbət belə deyim də həm əcnəbidən gedir, həm vətəndaşdan gedir. Fərq eləməz. Bax, hər bir vətəndaş demirəm ki, hər bir şəxs deyir. Dövlətin müəyyən etdiyi qanunlara riayət etməlidir. Məsələn üçün, yol hərəkət qaydalarına əməl etmək həm bizim, həm əcnəbinin borcudur, hər bir şəxs. Vergi qanunlarına uyğun ödəniş eləmək, cinayət törətməmək, məhkəmə qərarlarına tabe olmaq, təhlükəsizlik, icazə, lisenziya qaydalarına əməl etmək hər bir şəxsin yerinə yetirməli olan vəzifədir. Bu önəmlidir. Və digər bir məsələ isə, dəyərli yoldaşlar, qeyd olunur ki, qanunu bilməmək məsuliyyətdən azad etmir. Qanunun yerinə konstitusiya sala bilər. Biz bilirik də burada testlər sözünü dəyişdilər və yaxud da dırnağa alıb soruşurlar ki, bu müddəa hansı maddəyə aiddir? Biz onda deyəcəyik ki, hə, vətəndaşların vəzifələrin əsasına aiddir. Bu formada düşür. Və yaxud da testdə düşür ki, vətəndaşların əsas vəzifələrin əsası nədir? A variantı yazır, B variantı yazır, C variantı, D variantı da başqa bir maddədən gətirir. Və yaxud da D-ni də buradan yazır, amma sözü dəyişir. Söz dəyişilirsə artıq bu maddənin cümləsi hesab olunmur. Qanunlar, baxın, burada deyir ki, qanunu bilməmək bizi bilədiyimdə məsuliyyətdən azad eləmir. Yəni əgər bir qaydanı, qanunu bilmiriksə, bu bizi cəzadan xilas eləmir. Bilmirdim bəhanə artıq sayılmayacaq. Misal üçün, maşınla biz avtobus zolağına giririk, polis bizi saxlayır və cərimə yazmaq istəyir. Biz də qayda dedik ki, mən bilmirdim, bura ancaq avtobus üçünmüş. Bundan xəbərim yox idi. Faydası yoxdur. Cərimə yazıla bilər, çünki qanunu bilməmək səni azad eləmir. Biləydin. Bax, budur məsələ. Hə, vergilər və başqa dövlət ödənişləri qanunla, baxın, testdə konstitusiya ilə yaza bilər. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin, burada hər bir şəxsin yazsa, yəni yanlış olacaq, diqqətli olun. Hər bir kəsin borcudur. Yəni hər bir kəs, istər vətəndaş, istər sahibkar, dövlətə ödəməli olduğu vergiləri və digər rüsumları tam həcmdə, həm də son tarix keçmədən, yəni vaxtında ödəməlidir. Bir yerdə əgər işləyirsənsə, maaşının müəyyən hissəsinin faiz vergisi kimi, daha doğrusu müəyyən hissəsi gəlir vergisi kimi tutulacaq. Bu vergini vermək sənin borcudur və mən vermək istəmirəm demək olmaz. Və yaxud da sahibkarlar üçün bir misal, kimsənin kiçik bir mağazası var, amma vergi qeydindən keçmir və vergi ödəməkdən yayınır. Bu artıq qanun pozuntusudur, cəriməsi var, məsuliyyəti var. Və yaxud da maşını texniki baxışdan keçirməlisiniz, dövlət rüsumu ödəməlisiniz. Bu da başqa dövlət ödənişləridir. Eləcə də pasport, yəni şəxsiyyət vəsiqəsidir, sürücülük vəsiqəsidir. Bunun üçün ödənilən dövlət rüsumunu mütləq ödəməlisiniz. Ödəniş etməsən sənə sənəd verilməyəcək. O, eləcə də kommunal ödənişlər, digər ödənişlər ödəməlisən. Yəni, ən qısa formada vergini tam ödəməlisən, vaxtında ödəməlisən. Bu sənin dövlət qarşısında olan bir öhdəliyindir, borcundur. Və burada qeyd olunur ki, heç kəs, dahi heç bir şəxs yoxdur. Yəni, belə deyim, bir şəxslərə aid edilmir. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar yoxdursa, yəni əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergini, başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. Yəni heç kim sənə qanunda olmayan hər hansı bir vergini, dövlət ödənişini, dövlət rüsumunu tələb edə bilməz və sən qanunda göstəriləndən çox ödəməyə məcbur edilə bilməzsən. Tutalım, şəxsiyyət vəsiqəsini ödəmək üçün dövlət rüsumu 5 manatdırsa, səndən 10 manat istəyirlərsə, təbii ki, bu qanunsuzdur, sən ödəməyə məcbur deyilsən və yaxud da ki, sahibkarsan və vergin qanunda 4% tutalım müəyyən olunub. Vergi əməkdaşı gəlib desə ki, sən 6% ödəməlisən. Yəni bu olmur. Çünki qanunda nə yazılıbsa, yalnız onu ödəməlisən. Və yaxud da sürücülük vəsiqəsini dəyişdirmək üçün 20 manat rüsumu varsa tutalım. Heç bir qurum deyə bilməz ki, əlavə üstünə 5 manat da xidmət haqqı qoy. Qanunda yoxdursa tələb eləmək qadağandır. Və yaxud da parklanma cəriməsi 20 manatdırsa, kimsə sənə deyə bilməz ki, üzərinə 10 manat da əlavə elə. Yəni qanunda göstərilməyibsə, ödəniş etməməlisən. Qanunda yoxdursa, kimsə bunu sizdən tələb edə bilməz. Qanunda nə yazılıbsa, yalnız onu ödəməlisən. Heç kim sənə əlavə vergi, rüsum, ödəniş yükləyə bilməz. Belə bir cümlə düşür testdə, deyir, konstitusiyada müqəddəs olan nədir? Məsələn, yazır ki, məlumat azadlığı və yaxud da ki, əmək məcəlləsi. Konstitusiyamızda müqəddəs olan vətənə sədaqətdir.
Vətənə sədaqət müqəddəsdir. Yəni öz ölkəni sevmək, qorumaq, ona qarşı sadiq olmaq hər bir insan üçün, hər bir vətəndaş üçün ali borcdur. Ölkənin təhlükəsinə zərər verən işlərdən uzaq durmalısan. Lazım gəldikdə vətəni müdafiə eləməlisən. Ölkənin inkişafına, qanunlarına, dövlətinə hörmətlə yanaşmalısan. Yəni vətənə sədaqət müqəddəs hesab olunur. Vəzifəyə seçilmə və ya, baxın, və yadır. Təyinat yolu ilə qanunvericilik, yəni Milli Məclis, icra hakimiyyət orqanları və yaxud da məhkəmə hakimiyyət orqanlarında işləyən şəxslər öz vəzifələrini dürüst və layiqincə yerinə yetirməməyə görə məsuliyyət daşıyır. Yəni əgər belə deyək, sənə müəyyən vəzifə verilib, sən deputatsan, nazirsən, dövlət qulluqçusan, fərqi yoxdur. Sən əgər o vəzifəni pis icra edirsənsə, məsuliyyət daşıyırsan və yaxud da icra etmirsənsə, yenə məsuliyyət daşıyırsan. Və burada qeyd olunur ki, və qanunla müəyyən edilmiş hallarda and içirlər. Baxın, qanunla. Testdə konstitusiya düşsə səhvdir. Və təbii ki, xalq qarşısında, dövlət qarşısında müəyyən vəzifələr var ki, and içir. Məsələn, deputat seçilmisənsə, qanunla düzgün səs, qanunlara düzgün səs verməyə, xalqın maraqlarını qorumağa borclusan, əks halda məsuliyyət daşıyırsan. Nazirsənsə, nazir vəzifəni düzgün görmürsənsə, qanun qarşısında cavabdeh daşıyırsan, mənimsəmə eləmisənsə, vəzifədən sui-istifadə eləmisənsə, məsuliyyət daşıyırsan. E, Baxın, bu hissədə deyir ki, vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunverici, icra və ya məhkəmə hakimiyyət orqanlarında işləyən Azərbaycan Respublikasının konstitusiyasına sadiq qalacağına and içmiş şəxs dövlətə qarşı cinayət, o cümlədən dövlətə qarşı qiyam, həmçinin dövlət çevrilişində ittiham edilibsə və bu ittiham əsasına məhkum olunubsa, həmin vəzifədən getmiş sayılır. Bir daha həmin vəzifəni tuta bilməz. Yoldaşlar, burada demək istəyir ki, baxın, əgər bir şəxs dövlətə qarşı cinayət törətsə, məsələn, dövlətə qarşı qiyam, dövlət çevrilişinə cəhddə iştirak, digər dövlətə qarşı xəyanətdə məhkum olunubsa, o şəxs avtomatik həmin vəzifədən gedir, yəni çıxarılır və bir daha həmin vəzifəni tuta bilməz. Məsələn, hakim vəzifəsindədir şəxs, dövlətə xəyanət eləyib, həmin vəzifədən gedir və bir də hakim ola bilməz gələcəkdə. Dövlət rəmzlərinə hörmət hər bir vətəndaş, artıq bu vətəndaşdır, öz vətəndaşımızdır və hər bir vətəndaşa aiddir. Azərbaycan dövlət bayrağına, dövlət geriminə, dövlət himninə hörmət eləməlidir. Məsələn, bayrağı yandırmaq, təhqir eləmək olmaz. Gerbi mənimsəmək və yaxud da zədələmək olmaz. Himnə sayğısızlıq ifadə eləmək və yaxud da əsəbi şəkildə himn oxunur, sən zalı tərk edirsən, olmaz. Dövlət tədbirlərində himn səslənirsə, sayğı göstərmək lazımdır. Məsələn, hər kəs ayağa durursa, sən də durmalısan və bu hörmət əlamətləridir. Dövlət rəmzlərinə hörmətsizlik etdirilirsə, qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Yəni yoldaşlar, bayrağı yandırmaq, himni təhqir eləmək, gerbi məhv eləmək və yaxud da mənimsəmək məsuliyyət yaradır. Cəza veriləcək. Məsuliyyətin dərəcəsinə uyğun. Vətəni müdafiə, baxın, hər bir vətəndaşın borcudur ki, vətəni müdafiə edilsin. Hər bir vətəndaş. Yəni, burada hər bir vətəndaş ifadəsi o deməkdir ki, cinsindən asılı olmayaraq hər bir vətəndaş. Yəni, qadınlar da ölkəni qorumalıdır, təhlükəsizliyə hörmət eləməlidir. Lazım gələrsə, müdafiəyə dəstək olmalıdır. Yəni, hərbi çağırış zamanı orada xidmət eləmək, ölkənin təhlükəsinə zərər verən hərəkətlərdən çəkinmək, vətənin sərhədlərini və əmlakını qorumaq hər bir vətəndaşın borcudur. Qadınlar ehtiyac olarsa, orada xidmət də eləməlidir. Tibbi yardım göstərə bilər, silah daşıya bilər. Məsələn, tibb bacısı kimi qadınlar döyüş bölgələrində yaralılara yardım eləyə bilər. Bu vətənə xidmətdən sayılır. Və burada qeyd olunur ki, qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçməlidir. Yəni vətəndaşlar müvafiq yaşa çatdıqda və qanun tələb eləyərsə, ola bilər ki, xidmətin çəkib, amma müharibə vəziyyətdə qanun tələb edir, orada xidmət eləməlidirlər. Yəni vətəndaşlar qanunda göstərilən qaydada orada xidmət eləməlidir. Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, yəni əsgərlik etməyə
ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmət alternativ xidmətlə əvəz olunmasına yol verilir. Nədir alternativ xidmət? Yəni ola bilər ki, məsələn, dini səbəb göstərin. Tutalım, məsələn, sülhsevər bir dini icmaya mənsub olan vətəndaşın silah daşıması əqidəsinə zidd ola bilər. O şəxs onda silahsız xidmət edə bilər. Məsələn, burada müəyyən təminat qaydalarını yerinə yetirə bilər. Tutalım, başqa bir alternativ xidmət ona verilə bilər. Məsələn, xəstəxanada tibbi yardım göstərə bilər, ictimai təsisatlarda, hərbidə ictimai məsələlərdə işləyə bilər. Qanuni qayda hər bir vətəndaşın əqidəsi nəzərə alınır, amma bu tamamilə qanunla tənzimlənən bir haldır. Daha bir maddəmiz tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin, artıq vətəndaşın da, əcnəbinin də borcudur. Yəni hər bir şamil olunur. Yəni tariximizə və mədəniyyətimizə hörmət göstərmək vətəndaşın da, əcnəbinin də borcudur. Məsələn, qədim məbədləri, qalaları, muzeyləri və tarixi binaları zədələməməliyik. Tarixi yerləri zibilləməməliyik, təmiz saxlamalıyıq. Tarixi eksponatları oğurlamaq olmaz, dağıtmaq olmaz. Gəldik digər tərəfə, ətraf mühitin qorunması. Ətraf mühitin qorunması da hər bir şəxsin, yəni vətəndaş həm də əcnəbinin, vətəndaş olmayan şəxsin də borcudur. Yəni təbiəti, havanı, suyu, torpağı, bitki aləmi qorumaq hər bir şəxsin borcudur. Məsələn, zibil atarkən tullantıları lazımi yerlərə atmaq lazımdır, göstərilən yerlərə atmaq lazımdır. Meşələri, ağacları kəsməmək, qorumaq lazımdır. Havanı çirkləndirən hərəkətlərdən çəkinmək lazımdır. Tutalım, sənaye tullantılarını qanunsuz yerlərə atmaq olmaz. Havanı və bitki aləmi qorumaq lazımdır. Heç kəs 79-cu maddədən söhbət gedir. Heç kəs Azərbaycan Respublikasının konstitusiyasına və deyil və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz. Yəni sən qanunsuz əməlləri icra etməyə məcbur deyilsən. İş yeri deyirsə sənə, tutalım, qanunsuz sənədləri imzala, sən bunu etməyə borclu deyilsən, çünki məsuliyyətin ola bilər. Polis desə ki, başqasının malını mənimsə, qanunsuzdur, icra etməməlisən bunu, məcbur deyil. Hər hansı təşkilat sənə qanuna zidd vəzifə verirsə, bunu rədd eləməlisən, icra etməməlisən. Məsuliyyət. Konstitusiya, belə bir məşhur sual var idi əvvəllər. Deyirdi ki, konstitusiyada məsuliyyət, elə belə yazırdılar desə, konstitusiyamızda məsuliyyət 2 nöqtə. Nədir? Vətəndaşın vəzifəsidir, vəzifədir, vəzifə də sala bilər. Niyə? Çünki biz bunu vətəndaşların vəzifəsi 4-cü fəsildə keçirik. Çünki vəzifə fəslində. Nə deyir burada? Konstitusiyanın və qanunların və ya demir, ha, və qanunların pozulması, o cümlədən konstitusiyada yenə və deyir və ya demir. Və demək, konstitusiya və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə, burada amma və ya deyil, sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Testdə yaza bilər ki, inzibati məsuliyyətə səbəb olur, yanlışdır. Çünki o baxır hansı vəzifəni necə sui-istifadə eləmisən, hansı vəzifəni yerinə yetirməmisən və həmən belə deyim də sui-istifadə etdiyin hala görə sənə məsuliyyət verilir. Yəni yoldaşlar demək istəyir ki, qanunu pozan, konstitusiyanı pozan və ya da vəzifəsini düzgün yerinə yetirməyən şəxs məsuliyyət daşıyır. Tutalım, deputat qanunu pozur, qanun qarşısında məsuliyyət daşıyacaq. Dövlət məmuru vəzifəsini icra eləmir, məsuliyyət daşıyacaq. Vətəndaş hüquqlarından sui-istifadə edərək başqasına zərər verirsə, təbii ki, bu da məsuliyyətə cəlb olunacaq. Burada bunu demək istəyir. Vətəndaşın vəzifələri maddə 72-dən başlayır və 80-ə qədərdir. Burada artıq biz maddəni yekunlaşdırırıq. Belə videolarımız davamlı olacaq. Kanalı bəyənin, izləyin, rəy bildirin, abunə olun. Rəydə bildirə bilərsiniz növbəti hansı mövzunu izah edin və o istiqamətdə izahlarımı davam etdirəcəm. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Növbəti video dərslərdə görüşmək ümidi ilə. Sağ olun.